Herkese bugün 25 olan sınavın izahına baxacağıq. Azərbaycan dili ilə başlayırıq. O həmişə deyirdi ki, doğma torpaqlarımızı unutmamalı, onun hər qarşını geri qaytarmalıyıq. Nə etməliyik? Baxaq bir dənə mübtəda əvəzlik tamamlıqlardan biri isim birləşmə ilə ifadə olunubdur. Bax, qaytarmalıyıq. Nəyi? Doğma torpaqlarımızı nə etməliyik? Unutmamalıyıq. Kim deyirdi? O. Nə zaman? Həmişə. Nə edirdi? Deyirdi. Onun hər qarışını, nəyi? Onun hər qarışını qaytarmalıyıq. Mübtəda əvəzliklə, baxıram mən mübtədam odur. Doğrudan da o əvəzliklə tamamlıqlardan biri ismi birləşməklə, onun hər qarışını doğrudan da ismi birləşmədir, ifadə olunubdur. Deməli, bir şərtimi ödədi. Baxıram görüm o birində nədir? Deyirdilər ki, qədimdən daş qoyub yurt salan adamın gözəl bir qızı varmış. Varmış. Nə adamın qızı? Deyirdilər, qədimdə daş qoyub yurt salan. Hansı adamın qədimdə daş qoyub yurt salan? Nümunədəki xəbərlər eyni zaman, baxıram burada mübtəda mənim söz birləşməsi. Deməli, bir olan variantım doğrudur. Biri götürdüm, A, B yeni sildim. Nümunədəki xəbərlər eyni zamanda eyni şəkildə olan feillərlə ifadə olunubdur. Nümunədəki xəbərlərimə baxıram. 2-də. Bax, burada deyirdi, indiki zaman, qaytarmalı. Malı isə vacib şəklindədir. Burada eyni şəkil deyir deyə 2-ni yanlış götürürəm. Baş cümlənin xəbəri idi köməkçi sözü ilə işlənmiş, indiki zamanda olan sadə feildir. Baş cümlənin xəbərinə baxıram. Deyir idi. Doğrudan da ididir. İndiki zamandadır. Bəli, deyir idi və sadədir. Bunu da ödədi. Baxıram o biri cümlədə baş cümləm deyirdilər. Bu da bax deyirdilər. Ona da aiddir. Deməli 3 ortaqdır. Bəli, elə ortaq da yazılıb düzdür. Zərflik və təyin ifadə vasitələri eyni nitq hissələrdir. Zərflik və burada zərflik və təyin ifadə vasitələri. Burada həmişədir zərfliyim. Sonra təyinim bəs burada varmı? Təyin gözümə dəymədi. 4-ü boş buraxıram. 5-ə baxıram. Əsas tərəfi feili sifətlə ifadə olunan feili birləşmə cümlənin təyinidir. Əsas tərəfi feili sifətlə ifadə olunan feili birləşmə. 5-ə baxıram. Bəli, feili sifətlə ifadə olunan feili birləşmədir. Cümlənin təyinidir, bu da düzdür. Cavab olacaq A. Həm baş, həm də budaq cümlənin mübtədası buraxılmış müəyyən şəxsi cümlədir. Deməli, 6 yanlışdır. Deyirdilər, müəyyən şəxsi cümlə olmur. Deyirdi kim? Onlar. Bu qeyri-müəyyən şəxsi cümlədir. 6 olmur. Deməli, cavabımızdan doğrunu istəyirdi. Yox, yanlışı istəyirdi. Hə, onda deməli 1, 3, 5... düzdür də, 1, 3, 5 düzdürsə, cavabım olacaq nə? 2, 4, 6. Hə, 2, 4, 6. Deməli, burada cavab oldu B variantı. Hansı cərgədəki, bir də baxaq 1-ə, mübtəda əvəzlik və tamamlıqlardan biri isə isim birləşməli. Mübtəda əvəzlik, hədə 2-yə aid deyil ki, 1-1-ə aiddir, o da düz verib də. Hansı cərgədə sözlərin hamısında isə köməkçi sözü idi, köməkçi sözündən sonra işlənmişdi. Baxaq, isə ididən sonra bil, bilər, disə, burada doğrudur. Eşit, disə, bu da doğru. Otur, acaqdı, idisə, doğrudur. Burada da A variantı. Burada oxuyarlarsa, burada idi yoxdur deyə olmaz. Bildi, burada zamandır deyə, idi deyil də. Bizdən deyil, idi hissəsi. Elədinin özü zamandır. Yazacaqdısa, deməli bunu götürə bilərəm. Görmüşdüsə götürə bilərəm. Aldısa, dı zamandır, burada olmaz. Yazdısa, zamandan sonra qoşulub olmaz. Alacaqdısa götürə bilərəm. Burada mış var, amma idi yoxdur deyə bu variantda olmaz.